إن الحمد لله نحمده ونستعينه ونستغفره نعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهد الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا şerike له وأشهد أن محمدا عبده ورسوله. Değerli kardeşlerim, İmam Buxari Rahimehullah'ın Səhih kitabından, hədislər kitabından dərslərimiz davam edən inşallah. Davamlı da olmasa müəyyən hədisləri götürür inşallah, alimlər şərhi ilə baxırıq. Allah'ın müvəffəq eləsin. Demək, İmam Buxari Rahimehullah bu səhiyində buyurur ki, Bəbul ixtibati fil ilm və hikməti. Deməli, bab belədir ki, deyir, elmdə və hikmətdə demək, qibtə etmək. Elmdə və hikmətdə qibtə etmək. Və qalə Umaru təfəqqahu qabləl ən təsəvvədu. Demək, Ömər ibn Xattab, Allah'ın razı olsun, buyurur ki, demək, yəni yaşlaşmamışdan öncə neyinin? Elm öyrənin. Və sonra buyurur ki, qalə Əbu Abdullah və bə'də ən təsəvvədu və qad təalləməl əshab-ın Nəbi sallallahu aleyhi ve sellem fi kibari sinnihim. Deməli, Əbu Abdullah buyurur ki, deyir, Peyğəmbər sallallahu sahabələri hətta öz yaşlı vaxtlarında belə neynərdilər? Elm tələb edərdilər, yəni elm öyrənərdilər. Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələri hətta belə yaşlı vaxtlarında belə elm öyrənərdilər. Biz hamımız bilirik ki, demək, elmi öyrənmə ən gözələ daha yaxşı odur ki, kiçik yaşlarında elm tələb etmək daha gözəldir. Çünki insan daha yaddaşlı olur, daha çalışkan olur və həmçinindəki başqa məişət məsələləri məşğul etmir. Ona görə də kiçik yaşlarında elm öyrənmək daha gözəldir. Lakin buna baxmayaraq, yaşlı vaxtlarda elm öyrənmək olar və lazımdır. Hətta Allah Resulü sallallahu aleyhi ve sellem sahabələri belə yaşlı vaxtlarında elm öyrənərdilər. Necə ki, Ömər ibn Xattab, Allah'ın razı olsun, dediyi kimi, yəni yaşlanmamış elm öyrənin. Və sonra dediyimiz kimi, Əbu Abdullah'ın sözündə gəlir ki, bəli, hətta Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələri belə yaşlı vaxtında belə hətta neynərlər? Elm öyrənərdilər. Sonra burada hədisdə raviləri hamısı saymıram ki, vaxt gedməsin. Demək, Abdullah ibn Məsud, Allah'ın razı olsun, buyurur ki, qalə Nəbi sallallahu aleyhi ve sellem lə həsədə illə fi isnəteyn rəculun ətəallahu mələn fəsullətə alə halkatihi fil haqqi və rəculun ətəallahu el-hikmətə və huvə yəqdi bihə və yuallimuhə. Demək, nədir Abdullah ibn Məsud? Allah'ın razı olsun. Peyğəmbərdən sallallahu aleyhi ve sellemdən rəvayət edir, buyurur ki, iki şeydə həsəd yoxdur, deyir. Birinci odur ki, Allah bir kimsəyə mülk verər, var verər, zənginlik verər, o mülkü, o zənginliyi neynir? Allah yolunda xərcləyər. İkinci kimsə odur ki, o kəs Allah subhanahu ta'ala hikmət verər, yəni elm verər və onunla hökm edər və sonra neynir? O elmi insanlar arasında yayar. O insanlara o elmi neynir? Öyrədər. Çox gözəl bir hədisdir. Hədisdə gözəl, mühüm bir faydalar var. Demək, ümumiyyətlə, hədisə gəldiyi kimi, həsəd iki şeydə deyir ki, buyurur ki, iki məsələdə icazəlidir. Ümumiyyətlə, həsədlə qibtə etməyin müəyyən fərqləri var. Lakin burada həsəd sözün gəlməsi, ümumi mənada gəldikdə həsəd həm də qibtəni də əhatə edir. Lakin ayrı-ayrı xas gəldikdə isə qibtə ilə həsəd bir-birindən ayrılır. Həsəd o şeydir ki, bir insan birində bir neməti gördüyü zaman istəyir ki, o nemət ondan geçsin və gəlsin o özünə. Bir qardaşında, bir kimsədə bir nemət gördüyü zaman istəyir ki, o nemət ondan qaldırılsın, ondan götürülsün və özünə gəlsin. Yəni, bu əlbəttə ki, günahdır, qəlbin xəbis olmasıdır, günah bir əməllərdəndir. Lakin qibtədə isə belə deyil. Qibtə insan bir kəsdə bir nemət görür və fərəhlənir, sevinir, istəyir ki, o nemətdən onunla olduğu kimi özündə də olsun. Yəni, istəmir qardaşından o nemət geçsin. Lakin istəyir ki, həmçinin özündə də olsun. Məsələn, bir kəsin Quran oxuması, elm tələbəsi olması, elm tələb etməsi və yaxud da ki, maldan mülkdən olub Allah yolunda xərcləməsi və s. bu kimi məsələlərdə görür qardaşını və istəyir ki, o nemətdə onda olduğu kimi özündə də olsun ki, o da həmçinin Allah yolunda xərcləsin və yaxud da ki, Allah yolunda elm tələb etsin və yaxud da ki, Allah yolunda insanlara elmi öyrətsin və s. Bu da göstərir ki, həqiqətən də demək, elmin fəzilətini göstərir.
göstərir və elmin nə dərəcədə mühümlüyünü göstərir. Çünki burada əsas məsələ mövzumuz, söhbət əsas elmdən gedəcək və elmin fəzilətindən. Ki, elm həqiqətən nə qədər mühümdür ki, çünki insanların qaranlıqdan, zülmətdən nura çıxaran yalnız elmdir, hikmətdir. Yəni, ona görə də insan çalışmalıdır ki, elmi öyrənsin, elm öyrənsin. Və bu barədə alimlərin gözəl sözləri var, qövülləri var. Hansı ki, demək, İbn Məsud, Allah'ın razı olsun, gözəl bir söz deyir. Uğdu alimən əv mütəallimən əv müstəməən və lə təkun ərrabi fətəhləkə. Çox gözəl bir sözdür, İbn Məsudun sözüdür. Demək, buyurur ki, yəni deyir, səhərə qədər, yəni səhərini, həyatını, səhərini alim olaraq keçir və yaxud da tələbə, yəni öyrənən kimi olduğundan, və yaxud da dinləyən olaraq keçir və yaxud da ki, dördüncü olma deyir. Yoxsa deyir, həlak olarsan. Nə deməkdir bunun mənası? Söhbət ondan gedir ki, insan yəni ki, dörd şeydən biri olur. Yəni, ya insan alim olur, Allah müvəffəq versən, yəni ki, insan alim olur, yəni həyatını, ömrünü elmə sərf edir. Və yaxud da tələbə olur, yəni alimin yanında olur, elm öyrənir və yaxud da dinləyir. Elm tələbəsi olmasa, heç olmasa, alimlərin, tələbələrin yanında olub, neyinir? Onların dərslərini öyrənir, qulaq asır, elm məclislərində iştirak edir ki, neynəsin? Müəyyən qədər məlumatlı olsun. Çünki insan belədir ki, ən azından bir elm məclisində iştirak etməlidir ki, özünü neynəsin? Qoruya bilsin, şeytandan qoruya bilsin və həmçinin dində sabit qalsın. Və deyir ki, dördüncü olma. Yəni, dördüncü olma nə deməkdir? Yəni, qəflətdə olanlardan olma. Dördüncü o kimsədir ki, əgər bu üçündən biri olmazsa, yəni insan alim olmazsa, tələbə olmazsa, ən azından heç olmasa zikr məclislərində iştirak edib, yəni həmin məclislərdə iştirak edib, onunla kifayətlənib, heç olmasa öz ibadətlərinə aid müəyyən məsələlərə məlumatlar toplayıb, özünü qorumağa bacarmasa, dördüncü nədir? Demək, qafil olmaq. Yəni, üçündən heç birisi olmazsa insan olur qafil və bu da nədir deyir? Yoxsa deyir, həlak olarsan, İbn Məsud deyir. Allah'ın razı olsun, çox gözəl sözdür və buyurur ki, həqiqətən də dördüncü olma, çünki qafil olarsan. Niyə görə? Ən azından sən insan elm məclisində iştirak etmədiyi halda o qafil olacaq. Yəni, xəbəri olmayacaq öz namazı barədə, ibadətləri barədə, tövhid barədə, ibadətlərin növləri barədə və s. bunlardan xəbərsiz olaraq yaşayacaq. Və insan bu elm məclislərində ən azından iştirak etmədikdə necə imanını artıra bilər? Necə özünü qoruya bilər? Hətta insan deyək ki, bunları edə özünün gücündən qoruya bilir. Nəfsinin şərindən, şeytandan, vəsvəsələrdən. Onda qalmış insan nə məscidə getsin, nə elm məclisində iştirak eləsin, nə dinləsin. Bu zaman insan qafil olacaq və özünü qoruya bilməyəcək şeytanın hilələrindən, həmçinin nəfsinin şərindən. Və sonra isə yenə də gözəl kəlamlar var, hansı ki, sahabələr barədə. Demək, gözəl kəlamlar var. Demək, sahabələrdən Urva İbn Zübeyir. Urva İbn Zübeyir daha doğrusu tabinlərdəndir. Urva İbn Zübeyir tabinlərdəndir. Urva İbn Zübeyir kimdir? O, demək, Zübeyir İbn Avvamın oğludur. Zübeyir İbn Avvamın oğludur. Məşhur sahabədir. Cənnətlə müjdələnən sahabələrdən biridir. Hamı tanıyır, bilir, məşhur sahabədir. Və həmçinin Urva İbn Zübeyir demək, Əbubəkir Siddiqin qızı Əsmanın oğludur. Yəni, Ayşə anamız, Allah'ın razı olsun, Urva İbn Zübeyrin xalasıdır. O tabinlərdəndir, çox elmli tabinlərdən biridir və həmişə demək, hədis elminə məşğul olub. Hədisi çox sevir və həmçinin də Ayşə anamızın yanında həmişə olub ki, ondan elm alsın, elm öyrənsin. Urva İbn Zübeyir nə deyir? Ey oğullarım, elm öyrənin. Çünki siz qövm arasında kiçiklər olsanız da, ola bilər ki, başqa bir qövm arasında böyüklər olasınız. Nə deməkdir bunun mənası? Ya deməkdir ki, ola bilər ki, elə qövm var ki, orada siz, baxmayaraq ki, siz elm əhlisiniz, elm tələb edirsiniz, orada sizi başa düşməzlər. O qövmün içində siz çox kiçik olarsınız və sizi anlamazlar, başa düşməzlər. Elə qövm olar ki,
onlar sizdə olan neməti, sizdə olan faydanı başa düşərlər, bilərlər. Bu qövmün arasında siz həqiqətən də böyüklərdən olarsınız. Yəni rəhbərlərdən, idarə edənlərdən, demək imamlardan ola bilərsiniz. Yəni insan həqiqətən də elmi ilə böyüyür. Nəsil və var dövlətlə yox. Yəni alimlər deyir ki, həqiqətən insan elmi ilə böyüyür, lakin nəsil və var dövlətlə yox. Və həmçinin cəmiyyət dəyişsə də elmli insan hər yerdə nədir qiymətlidir. Həmçinin Ürvə İbn Zübeyir buyurur ki, demək, elm öyrənmək sizi daimi ucaldacaq. Hansı mühitdə olmanıza baxmayaraq, həqiqətən elm sizi deyir, ucaldacaq. Həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm sahabələrindən olub ki, hətta yaxşı vaxtlarını belə neyiniblər? Elm tələb ediblər, elm öyrəniblər. Onlardan biri kimdir? Həkim İbn Hizam. Hansı ki, o fəthindən sonra, Məkkənin fəthindən sonra İslamı qəbul edir. Hətta səhv etmirəmsə Bədr döyüşündə müsəlmanlara qarşı döyüşür. Lakin Məkkə fəthindən sonra isə Həkim İbn Hizam İslamı qəbul edir. İslamı qəbul edir və İslamı qəbul etdikdən sonra isə o daimi Peyğəmbər sallallahu əleyhi və səlləmin məclisində olur. Heç vaxt tərk etmir və hədis elmini öyrənməyə başlayır. Yəni ki, elm məclislərində iştirak edir və həmişə elm öyrənir. Hətta deyilən məlumata görə İmam Zəhəbi, İbn Səd və digər, hətta İbn Həcər Əl-Əsqalanin tarix kitablarında gəlir ki, Həkim İbn Hizam demək 60 yaşında İslamı qəbul edir. Bu məlumatın nə qədər səhih olduğunu Allah bilir, doğrusunu Allah bilir. Zəif deyənlər də var. Lakin faydası üçün deyən inşallah faydalı olsun. 60 yaşında İslamı qəbul edir, ondan sonrası 60 il İslamda olur. Yəni deyilən məlumata görə 120 il yaşayıb. Hətta o 60 ildə ancaq nə edir? Ancaq elm məclislərində olub, elm öyrənir. Yəni elm məclislərini heç vaxt tərk etmir. Və hətta deyilənə görə Peyğəmbərdən sallallahu əleyhi və səlləmdən 40 hədis rivayet edib. 40 hədis rivayet edib. Həqiqətən də bu da göstərir ki, elmin fəziləti böyükdür. Baxmayaraq ki, insanın yaşı çox da olsa belə, yəni ki, böyük yaşlı da olsa belə, insan elmi heç vaxt tərk etməməlidir. Çünki elm insanı qoruyur. Elm bir nurdur, bir çıraqdır ki, zülmət qaranlıqlarda insanlar yol göstərir ki, o yolu sona qədər gedə bilsin. Yəni, sırat-ı müstəqim ki var, o yolu gedilməsi insanın bir çıraq lazımdır. Elmdən gözəl bir çıraq yoxdur. Gözəl bir çıraq yoxdur. Ona Peyğəmbər sallallahu əleyhi və səlləm sahabələri həmişə elm məclislərində olublar. Heç elmi tərk etməyiblər. Düz hamısı alim olmasa da belə, lakin çoxsu elm tələbəsi olub. Çoxsu da ən azı, ən belə deyək, savadçısı hətta bütün məclislərdə, elm məclislərində bacardıqları qədər, mümkün qədər iştirak ediblər. Çünki niyə görə? Elm tələbəsinə yox, alimlərə yox, hər işdən məşğul olan üçün elm lazımdır. Məsələn, ticarətçi üçün. Ticarətçi ticarət etmək üçün ticarətin bir fiqhi var da, qaydaları var, fiqhi var. Onu insan öyrənmək üçün də insana lazımdır ki, o ticarət barədə olan qaydaları, fiqhi mövzuları bilsin ki, o ticarətdə xəta etməsin, günahlara, haramlara gedməsin və ya da başqa sənət sahibi. O da müəyyən qədər şəriətin ona münasib olan məsələlərini bilməlidir ki, o məsələlərdə haramlara, günahlara düşməsin. Allah Teala bizə işdə faydalan qullarından eləsin. Allah Teala bu məclisi xeyri, bərəkətli məclislərdən eləsin. Subhanallah bihamdik, əşhədü ən la ilahə illə əntə, əstəğfiruke və etûbu ileyk. Allah sizə bərəkət versin.